Bugün sizinle Hıçkırık filminin ikinci hissəsini müzakirə edəcəyik. Okulda sürekli yaptığınız şey bu, değil mi? Herkesi rahatsız eden sesler çıkarmak. Ça ça! Neyi kanıtlamaya çalışıyorsunuz siz? Hiç kimsenin direncinizi kıramayacağını mı? Hı? Ça! Belki sizi çok şaşırtacak ama burada hiç kimsenin niyeti size boyun eğdirmek değil. Ça! Biz sadece size bir şeyler öğretebilmek istiyoruz. Filmin bu hissəsi bizə nə göstərir? Bizim doğrudan da çətin tərbiyə olunan şagirdlərimiz, sinifimiz varsa, biz onlarla mütləq şəkildə belə söhbətlər aparmalıyıq. Bəli, vaxtımızdan gedəcək, dərsimizdən gedəcək və s. amma siz zamanında o vaxtı ayırmasanız, bu söhbətləri aparmasanız, daha sonra daha çox əziyyətini çəkəcəksiniz və ümumiyyətlə nə sinifin, nə də ki müəyyən şagirdləri yığıb yığışdıra bilməyəcəksiniz.